Qoç bürcü. Bugünkü vəziyyətlər Qoç bürcünə tərəfdaşlığın vacibliyini və başqaları ilə yola getməyin vacibliyini xatırladır. Eyni zamanda konkret məqsədlər və şəraitdən asılı olaraq lazımi məsafəni qoruyub saxlayacaq. Şəxsi sərhədlərinizi itirmədən xoş münasibətlərə imkan verən bu iki istiqamət arasında ağlabatan bir tarazlıq tapılarsa, gün daha ahəngdar olacaq. Qoç bürcündən olan ulduzlar bugün sevgi obyekti ilə yaxınlaşmağa məcbur etməmələrini təklif edirlər. Lakin onları saxta soyuqqanlılıq və yalançı özünə inamla uzaqlaşdırmaq da ən yaxşı fikir deyil. Onların zövqlərini anlamaq, etiket qaydalarını və ya müəyyən davranış nümunələrini və ya rituallarını bilmək sizə xoşbəxt bir vasitə tapmağa kömək edəcək. Qoç bürcünün sabah üçün karyera və maliyyə ulduz falı bugün Qoç bürcü üçün iş həyatında uğurlu ola bilər. Artan çalışqanlığınız və detallara diqqət yetirməyiniz sayəsində işdə yaxşı nəticələr əldə edəcəksiniz. Ən son texnologiyalardan istifadə edərək peşəkar bacarıqlarınızı təkmilləşdirmək üçün əlverişli zamandır. İşgüzar əlaqələriniz vasitəsilə bir çox problemi həll edə biləcəksiniz. Buğa bürcü. Bugün ulduzlar Buğa bürcünə başqalarının hüquqlarını, zövqlərini və ehtiyaclarını nəzərə alaraq fəaliyyətlərini və emosional temperamentlərini tənzimləmək ehtiyacını xatırladır. Bugünkü vəziyyətlərdə uğur əsasən əməkdaşlıq etmək və qarşılıqlı güzəştlər etmək qabiliyyətindən asılıdır. Baxmayaraq ki, yalnız ağlabatan hədlər daxilində. Mübadiləyə, məsələn, faydalı xidmətlər hazır olmaq işi əhəmiyyətli dərəcədə asanlaşdıracaq və istədiyinizə nail olacaqsınız. Bugünün şərtləri Buğa bürcü üçün emosiyalardan tamamilə imtina etməyi tələb etmir. Lakin romantik harmoniya naminə ehtiraslarının coşqun təzahürlərini məharətlə idarə etmək və onları məqbul bir formaya salmaq onların xeyrinə olduğunu göstərir. Əgər partnyoru da oxşar şəkildə davranarsa, ünsiyyət daha da rahat olacaq. Buğa bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, Buğa bürcünün işgüzar münasibətləri üçün olduqca əlverişli gün ola bilər. Artan enerji səviyyəsi və peşəkar bacarıqların artması biznesdə real irəliləyиш üçün əlverişli şərait yaradacaq. Uğurlu işiniz sayəsində bir sıra sərfəli maliyyə sövdələşmələri bağlaya biləcəksiniz. İşsiz şəxslər iş müsahibələrinə inamla yaxınlaşa bilərlər. Əkizlər bürcü. Bugün Əkizlər bürcünə itirilmiş harmoniyanı bərpa etməyə kömək edəcək. Xüsusən də gündəlik işləri və yorucu işləri sevməyən estetiklərdirsə. Onlar qeyri-adi maraqlarına qayıda və özünə məxsus zövqlərini daha sərbəst şəkildə həyata keçirə, romantik münasibətlərə və ya yaradıcı fəaliyyətlərə daha çox vaxt ayıra və xoş istirahət fəaliyyətləri ilə məşğul ola biləcəklər. Xarici sərhədlər onlara lazımsız xərclərdən qaçınmaqla mülayimliyi qorumağa kömək edəcək. Xərçəng bürcü. Xərçənglər bugünkü vəziyyətlərdə diplomatik olmağın, öz hədlərinizi bilməyin və başqalarının hüquqlarının və kollektiv dəyərlərinin vacibliyini qəbul etməyin ən yaxşısı olduğunu unutmamalıdırlar. Ulduzlar açıq dominantlıqdan çəkinməyi məsləhət görürlər. Bu münasibət istənilən vəziyyətdə kömək edəcək və ailə üzvləri, müdirlər və tərəfdaşlarla yola getməyi asanlaşdıracaq. Bugün ulduzlar xərçəng bürclərinə sevdikləri insanla ünsiyyət qurarkən açıq-aşkar üstünlük nümayiş etdirməkdən çəkinməyi tövsiyə edir. Tərəfdaşınıza mənəvi cəhətdən hakim olmaqdan, onlara təbliğ etməkdən və ya fikirlərinizi təbliğ etməkdən çəkinin. Harmoniya, tarazlıq və balans bugünün şüarlarıdır. Gözəl görüş ritualları faydalı olacaq. Xərçəng bürcünün sabah üçün karyera və maliyyə ulduz falı, xərçənglər bugün birgə layihələr üzərində işləyərkən həmfikir insanların dəstəyinə ehtiyac duyacaqlar. Dostlar və həmkarlarla təcili məsələləri müzakirə etmək uğurludur. Bu, ciddi və etibarlı bir mütəxəssislə görüşüb, işgüzar tərəfdaşlıq danışıqları apara biləcəyiniz nadir günlərdən biridir. Müxtəlif insanlarla ortaq dil tapmaq bacarığınız sayəsində
bir çox şey həll edilə bilər. Şir bürcü. Bugün atmosfer Şir bürcünü xoş söhbətlərdən, mədəni tədbirlərdən, romantik görüşlərdən və digər rahat əyləncələrdən zövq almağa dəvət edir. Lakin onlar özləri də həmişə bu imkanlardan yararlanmağa hazır deyillər. Onların imkanları ailə şəraiti, rəsmi maneələr və ya öz rifahları ilə məhdudlaşa bilər. Əgər bu tələdən qaça bilsələr, gün daha ahəngdar olacaq. Bugün ulduzlar Şir bürclərinə sevgi oyunları üçün gözəl bir fon təqdim etsələr də, həmişə istədikləri mərkəzi rolu oynamağa imkan vermirlər. Xarici məhdudiyyətlər və ya daxili emosional narahatlıq bir çox Şir bürcünün özlərini azad hiss etməsinə və xarizmalarını tam şəkildə ifadə etməsinə mane olacaq. Şir üçün, sabah üçün karyera və maliyyə ulduz falı bugün Şir bürcündəki peşələrindəki əsl dəyərini göstərə bilər. Əsl peşəkarlar rəhbərlik tərəfindən diqqət çəkə və qiymətləndirilə bilər. Sizə daha yüksək vəzifə təklif oluna və ya məsuliyyətli bir iş həvalə edilə bilər. Özünə inamınız artacaq və bu da daha etibarlı bir mövqeyə gətirib çıxaracaq. İş adamları artan iş ortaqlığı yaşayacaqlar. Qız bürcü. Qız bürcü ulduzları bugün öz ehtiyaclarınıza diqqət yetirməkdən tərəfdaşlıq düşüncəsinə keçməyiniz və istənilən vəziyyətdə eyni sikkənin hər iki tərəfini nəzərə almağa başlamağınızın məsləhət olduğunu düşünürlər. Həmçinin istənilən sahədə rəsmiyyətləri və məhdudiyyətləri nəzərə almaq vacibdir. Estetik standartlar, maliyyə məhdudiyyətləri, müqavilə bəndləri. Bu, sizi lazımsız emosiyalardan, pis zövqdən, idealizmdən və ya israfçılıqdan qoruyacaq. Bugün qız bürcündən olanlar, ürək məsələlərində həddindən artıq egosentrik və özünə qapanıblarsa, davranışlarını düzəltməli olacaqlar. Əks əlaqə, məsələn hədiyyə mübadiləsi şəklində, bugün vəziyyətlərdə vacib hala gəlir və münasibətlər tarazlıq və qarşılıqlılıq nümayiş etdirməklə güclənir. Qız bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, qız bürcündən olanlar üçün işgüzar sahədə uğurlu gün gözlənilir. Bu, xüsusilə rəhbər vəzifələrdə çalışanlar üçün nəzərə çarpacaq. Karyera mövqeyiniz əhəmiyyətli dərəcədə möhkəmlənə bilər. Bu, əsasən tabeçiliyinizin qeyd-şərtsiz dəstəyi ilə bağlı ola bilər. Bütün əmr və göstərişləriniz yaxşı düşünülmüş ola bilər. Reklam kampaniyanız uğurlu olacaq. Tərəzi bürcü. Bugün tərəzi bürcünün maraqlarına təsir edən vəziyyətlər onlara bir neçə davranış variantı təklif edir. Ciddi məqsədlər və ya öhdəliklər olmadığı təqdirdə gün xoş ola bilər. Bu halda daha çox yaradıcılığa, romantikaya və sərbəstliyə qapıla və ünsiyyətdən zövq ala bilərsiniz. Əgər ağır məsuliyyətləriniz varsa, vacib bir prosesdə iştirak edirsinizsə və ya əhəmiyyətli bir insanla görüşmək üzrəsinizsə, taktikalarınızı diqqətlə seçmək vacibdir. Bugün ulduzlar tərəzi bürcünə şəxsi həyatlarında romantika, pozitivlik və harmoniya bəxş edəcək. Lakin onlar həmçinin suallar və narahatlıqlar yaradan digər aspektləri də qeyd edə bilərlər. Münasibətin xoş aspektləri həll edilməli bir sir və ya müzakirə edilməli bir ziddiyyətlə müşayiət oluna bilər. Tərəzi bürcü üçün sabahın karyera və maliyyə ulduz falı peşələri riskli fəaliyyətlərlə əlaqəli olan tərəzilər üçün yaxşı bir gün gözlənilə bilər. Bu, xüsusilə hüquq mühafizə orqanlarının əməkdaşları və idmançılar üçün keçərlidir. Sahənizlə əlaqəli beynəlxalq sərgidə iştirak etmək imkanınız varsa, mütləq iştirak edin. Bu, çox güman ki, ümidverici əlaqələrə səbəb olacaq və inkişafınıza təkan verəcək. Həmkarlarla münasibətlər gərgin ola bilər. Əqrəb bürcü. Əqrəblər bugünün müəyyən davranış qaydalarına riayət etmək tələblərinə əməl etməlidirlər. Sədaqət və ölçü hissi, başqalarının hüquqlarına hörmət etməyə hazırlıq, ümumi nəzakətə hörmət və qarşılıqlı güzəştlər dəyərləndirilə bilər. Bu, bəzi ideallardan güzəştə getmək və şübhəli vəziyyətlərə göz yummaq tələb edə bilər. Qanun və ya etiket bilikləri faydalı ola bilər. Bugün əqrəblər sevdikləri birinin diqqətini cəlb etmək və ya zövqlərini məmnun etmək istəyirlərsə,
davranışlarına daha diqqətli olmalı olacaqlar. Bugün etiket, dəb və mövcud iyerarxiyanı, məsələn peşəkarlıq anlamaq, nisbət hissi və yaxşı davranış tələb edir. Əqrəb bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, əqrəblər üçün işgüzar tərəfdaşlıqlarda irəliləyişli qərarlar qəbul etmək üçün əlverişli gündür. Əgər danışıqlar aparmısınızsa, bugün vacib kompromislərə gələ və gəlirli müqavilə imzalaya bilərsiniz. Ondan əlavə, bu biznes təhlükəsizliyinizi gücləndirmək üçün əla zamandır. Özəl təhlükəsizlik xidmətləri və ya əmlak sığortası üçün müqavilələr imzalaya bilərsiniz. Axatan bürcü. Bugün axatanlar maraqlı sosial həyat və ya xoş şəxsi ünsiyyət üçün daha çox fürsətə sahib olacaqlar. Lakin bunlardan yararlanmaq üçün zehinlərini məşğul edən vacib məsələlərdən və onlarla əlaqəli gərgin emosiyalardan uzaq durmalı olacaqlar. Bu, bütün axatanlar üçün asan bir iş olmayacaq. Amma bu vacib sahədən ayrıla bilsələr, yaxşı vaxt keçirmək şansları olacaq. Bugün ulduzlar axatan bürcünə xoş bir görüş ümidi verir, lakin bəzi şərtlərlə. Onlar müəyyən rituallara və ssenarilərə əməl edərək müəyyən edilmiş sərhədlər daxilində qalmalı olacaqlar. Həmçinin həyatlarının digər sahələri, hazırda mühüm hadisələrin baş verdiyi yerlər haqqında düşüncələrini kənara qoymaları tövsiyə olunacaq. Axatan bürcünün sabah üçün karyera və maliyyə ulduz falı, Axatan bürcü işgüzar əlaqələri genişləndirmək üçün əla vaxt keçirə bilər. İş adamları bazarları araşdırmaq və sərfəli logistika marşrutları tapmaq üçün faktaraşdırıcı səfərlərdən faydalanacaqlar. İnformasiyanın idarə edilməsi, öyrənmə və yeni bacarıqlar əldə etmək uğurlu olacaq. Cari işlərinizdə ənənəvi və sistemli davranmağa çalışın. İnnovasiyalar bugün zərərli olacaq. Oğlaq bürcü. Bugün oğlaqlar təbii qətiyyətlərindən faydalanacaqlar ki, bu da onlara prioritetləri yaxşı müəyyənləşdirməyə imkan verir. Bu keyfiyyət onların peşəkar həyatında, ailə planlarında və əhəmiyyətli münasibətlərində faydalı olacaq. Ulduzlar diplomatiya, hüquqi məsələləri anlamaq və etiketin incəliklərini əlavə etməyi tövsiyə edirlər. Moda və ya estetikanın incəliklərini bilmək də faydalı ola bilər. Bugün oğlaqlar şəxsi münasibətlərində ya öz müqəddəratını təyin edən, ya da başqalarından öyrənən müəyyən prinsiplərə riayət etməyə meyillidirlər. Lakin onların radikal baxışları ümidlər və ya illüziyalarla yumşala bilər. Partnyorlarını qorumaq və sevgini qorumaq planları onları müəyyən şeyləri görməməzliyə vura bilər. Oğlaq bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, ulduzlar oğlaq bürcülərinə işgüzar nüfuzlarını gücləndirmək üçün səy göstərmələrini tövsiyə edirlər. Bunun üçün ictimai tədbirlərdə iştirak etmək ən yaxşı yoldur. Təkrar sertifikatlaşdırma imtahanlarından və ya sürücülük vəsiqəsi imtahanlarından keçmək yaxşı fikirdir. İmtahanları bitirdikdən sonra yeni statusunuzu təsdiqləyən sənəd ala bilərsiniz. Sərgilərin, yaradıcılıq müsabiqələrinin və idman tədbirlərinin təşkili ilə məşğul olanların uğur qazanacağı ehtimal olunur. Dolça bürcü. Dolça bürcü üçün ulduzlar bugünün əlverişli şəraitdə olduğunu göstərir. Onların işləri hələ də sürətli irəliləyiş əldə etməkdən uzaq ola bilər, lakin qlobal xarici trendlər onların xeyrinə işləyir və istəklərinin yerinə yetirilməsi üçün şərait yaradır. Məqsədlərinə uyğun bir qanun hazırlana bilər, paylaşdıqları məşhur bir ideya yetkinləşə bilər və ya əhəmiyyətli bir insanla qarşılıqlı cazibə yarana bilər. Bugün dolça bürcləri əminliklə görüşə gedə bilərlər. Bu onlara müsbət emosiyalar gətirəcəyinə əmindir. Görüş mümkün deyilsə, hadisələr xarici dünyanın sükutunda gizli şəkildə inkişaf edəcək və sevgi, rəğbət və ya maraq yaradacaq. Ən az arzu olunan ünsiyyət forması məxfi yazışmalar olacaq. Dolça bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, dolça bürcü üçün bu əlverişli günün boşa getməməsi üçün ulduzlar işgüzar fəaliyyətdə enerjinizi və təşəbbüskarlığınızı artırmağı məsləhət görürlər. Səyləriniz kifayət qədər dəstək və inkişaf tapa bilər. Yaradıcı insanlar öz istedadlarını tam şəkildə nümayiş etdirə biləcəklər.
İş adamlarına kommersiya və sənaye texniki avadanlıqları almaq və quraşdırmaq tövsiyə olunur. Balıqlar bürcü. Balıqlar bürcü üçün ulduzlar bugün bütün ünsiyyətin müəyyən qaydalarla tənzimləndiyini göstərir. Günün əsas prinsiplərinə mülayimlik, nəzarət, qanunun hərfinə riayət etmək, rəsmiyyətlərə riayət etmək və maraqlar balansını qorumaq daxildir. Bəzi hallarda moda və etiket nüansları vacibdir. Qərarları dostluq və sevgi üzərində qurmamaq yaxşıdır. Tərəfdaşlıqdakı öz hissənizi yerinə yetirmək və lazımsız öhdəliklər götürməkdən çəkinmək vacibdir. Bugün balıqlar bürcü sevərlərinin həssaslığı, vəziyyətin tətbiq etdiyi davranış qaydaları ilə qarşılaşa bilər və onlar bunu görməzdən gələ bilməyəcəklər. Ola bilsin ki, bugünkü vəziyyətlərdə onların emosional çoxluğu yersiz olacaq. Onlar ya ssenariyə əməl etməli, ya da rituallara riayət etməli olacaqlar. Balıqlar üçün sabahın karyera və maliyyə ulduz falı balıqlar, bugün daxil olan məlumatların emal sürətini əhəmiyyətli dərəcədə artıra bilərsiniz. Analitik bacarıqlarınız ən yüksək tərifə layiqdir. Münasibətlərinizdə diqqətə layiq düşüncə nümayiş etdirə və məlumatlı qərarlar qəbul edə bilərsiniz. Ulduzlar hələlik şəxsi təşəbbüslərdən çəkinməyi məsləhət görürlər. Sənədləşmə işləri səlahiyyətli orqanlar vasitəsilə daha sürətli irəliləyəcək və ticarət dövriyyəsi sürətlənəcək.